Xoş gördük əziz dinləyicilər. Foreign Policy-nin yazdığı məlumatlarla sizə tanış etmək istəyirəm. Deməli, o Ukrayna və Rusiya müharibəsi barəsində danışdıqda etiraf edir ki, artıq Rusiya məğlubiyyətə doğru gedir və artıq ərazidə də bir iş görə bilmir. Hücumları da dayanıb, səngiyib, ərazilər tutmaq da onun üçün qeyri-müəyyənliyə çevrilib. İqtisadiyyat çökür. Sadəcə olaraq Vladimir Putin bunları insanlardan gizlədir və insanlara deyə bilmir. İnsanlara necə desin ki, artıq biz məğlub oluruq. Bununla bərabər həm də dünənləri Ukrayna Silahlı Qüvvələri Moskvanın başına oyun açıblar desək, yanılmarıq. Moskva demək olar ki, 24 saat PUAların nəzarəti altında qalıb və Moskvanın hər bir yerinə zərbələr endirilib və aeroportların da müəyyən qisminə bağlandığı, məhdudlaşdırıldığı barəsində məlumatlar var. Avropa Birliyi isə bilirsiniz toparlanır. Merz artıq öz ordumuzu yaratmaqdan danışır. Lion 150 milyardın artıq təsdiqləndiyini bildirir. Amma hər kəsin gözləndiyi Trump və Moskvadakı Putin görüşməsi, daha doğrusu telefon görüşməsi nə ilə bitdi? Onunla bitdi ki, Trump bildirdi ki, Putin mənim arvadımı bəyənir, çox yaxşı arvadımı bəyənir və onun çox gözəl olduğundan danışır və aydın oldu ki, artıq 3 aydan çoxdur ki, bildirir ki, biz Putinlə danışmalıyıq, biz Putinlə danışan kimi artıq məsələlər həll olunacaq, aydın oldu ki, heç də həll olunmayacaq, bu danışıqların da bir mənası yoxdur. Ona görə də bu danışıqlarda da mənasız söhbətlərdən artıq danışılır, arvadı çox gözəlmiş, onu çox bəyənirmiş və bu formada diskussiyalar gedir. Bu da o deməkdir ki, nəyin bahasına olursa olsun, istər telefon danışığı olsun, istərsə də canlı görüş olsun. Trumpla Putinin görüşü heç vaxtı Rusiyadakı sülhə nail olmağa gətirib çıxartmayacaq. Çünki sülhə nail olmalı yalnız bir yolu var. Ukraynaya ciddi surətdə yardım etmək, Ukraynanı bu müharibədə daha üstün səviyyədə, qalibiyyətini üstün səviyyəyə çatdırmaqla artıq Rusiyanı tökdürmək və masaya qeyri-şəxsiz oturmasına razı olmaq. Əlbəttə, bununla bərabər həm də atəşkəs məsələsi də mümkündür. Mən atəşkəsi istisna etmirəm. Rusiya ağır vəziyyətə düşdükdə, artıq tam surətdə çıxılmaz vəziyyətə düşdükdə atəşkəsə getməyə də məcbur olacaq. Çünki başqa bir yolu yoxdur. Heç bir irəliləyiş və heç bir üstünlük əldə edə bilmir. Təşəkkür edirəm diqqətinizə görə.